praktika eləyəcəyik. Praktikadan ev tapşırığından sual varsa birinci ona baxaq, daha sonra praktikaya keçək. Mən orada task 5'e baxaqsan. Task 5. Baxaq. Ekranım görünür yəqin. Nə istəyir bizdən? İki siyahıdakı yalnız birində olan ədədləri tap və azdan çoxa sıralayıb çap et. Yəni bu iki siyahını birləşdirməlisiniz, amma dublikat olmamalıdır. Hərəsindən birdən olmalıdır və azdan çoxa doğru sıralamalısınız. Hansısa hissəsini eləyə bilməmisiniz, yoxsa ümumi olaraq başa düşməmisiniz taskı? Mən ona yazanda minus tapmışam. A'nın B'dən fərqi. List birini. Sonra sort et eləmişəm. Bir dəqiqə baxaq. Birinci nə etməlisiniz? Burada bizdən istəyir ki, iki siyahıdakı yalnız birində olan ədədləri tap. Siz burada eləməlisiniz. İki siyahıdan yalnız birində simmetrik difference seçdik. Sizin minus elədiyiniz nə edir? Buradan olanı bundan çıxır. Yəni 4-5'i çıxacaq, sizə 1-2-3 nəticəsini qaytaracaq minus. Amma bizə lazımdır ki, ikisini birləşdirsin, sadəcə ortaqları 2 dəfə qaytarmasın. Yəni nəticə 1-2-3-4-5, 6-7-8 formatında qayıtsın. Bunun üçün də simmetrik difference keçmişdik yazınızdadırsa. Necə yazmalıyıq? Əvvəlcə həm də bunlar list formatındadır. Bunları ayrı-ayrı setə çevirməliyik. Elə birbaşa yaza bilərik. Məsələn, results bərabərdir yazaq. Set list 1. Bu nə deməkdir? Yəni list 1'imi set elə və həmçinin list 2'nizi də set eləməlisiniz. Və ortada da simmetrik difference'ın işarəsi bu cür idi yadınızdadırsa və simmetrik difference yazırdıq. Gəlin indi nəticəyə baxaq. Baxın artıq simmetrik difference amma 4-5'i silir. İki siyahıdakı yalnız birində olan ədədləri. Hələ düzdür, şərtdəki kimi demişəm. Sadəcə 4-5 olmamalıdır, çünki ikisində də var. Yəni sizə 1-2-3 və 6-7-8 nəticələri qayıtmalıdır. 4-5 silinməlidir, çünki yəni deyir ki, ikisində də olmayanlar qayıtsın. Simmetrik difference'dan istifadə eləməlisiniz. Bu da bizə set formatında verir. Əgər sizdən də nə istənilir? Azdan çoxa sıralamaq. Azdan çoxa necə sıralaya bilərsiniz? Sort dedik, sonra. Bəli, sort eləməlisiniz. Sort eləmək üçün də seti sort eləmək olurmu? Gəlin baxaq. Məsələn, sorted result yazaq. Bəli, olur. Elə birbaşa da eləyə bilərsiniz. Sorted eləyəndə avtomatik formatı da dəyişir, listə çevirir. Və ya qarşısına list də yaza bilərsiniz. List elə, sorted elə. Yəni fərqi yoxdur. Amma sorted görəndə set aydın olur ki, listə çevrilməlidir. Çünki sorted list metodu da elə avtomatik çevirmiş olur. Bu cür də yazsaz düzdür, listi yazmasaz da avtomatik çevirir. Aydındır. Hadi hanım yazdım. Aha, oldu. Sual olsa gələn dəfə verərsiniz. Başqa kiminsə sualı var tasklardan? 59-cuya baxa bilərik. Bu bizdə dictionary mövzusudur, yazılıb. İç-içə dictionary nə deməkdir? Yəni nested dictionary də deyilir. Bu bizim bir dictionary'mizdir. İçində key və value cütlükləri var. Bu da ayrı bir key və value'muzdur.
Baxırıq, diqqət edirik ki, value burada dictionary-dən ibarətdir. Baxsaz, bu da bir içərisində key value-dur, bu da key value-dur. Ona görə də bunun adı iç-içə dictionary və ya nested dictionary adlanır. Demişdik ki, value hissəsinə keçən dəfə yadınızdadsa list tuple-da yazmışdıq, həmçinin dictionary-də yaza bilərsiniz. Yəni value istənilən tip yazıla bilir, amma key hissəsinə yalnızca bu cür dırnaqda string yazılmalıdır. İç-içə dictionary-də məhz fənninin balını çap eləməlisiniz. Yəni ki, bizə lazımdır 90 nəticəsini almaq. Gəlin əvvəlcə biz məhz hissəsinə müraciət eləmək istəyək. Bu hissəyə necə, məsələ yox, ümumiyyətlə, yəni grades 2 nöqtə bu value-ya. Bura necə müraciət eləyə bilərik? Müəllim, mən foreign ilə yazmışdım. Ancaq sonra məndə cavab 2 alınmışdı. Bilmirəm o 2-ni hardan götürüb. Əslində heç foreign-ə ehtiyac yoxdur. Baxın, məsələn, Leylaya müraciət eləmək istəsəz, Leyla nəticəsini almaq istəsəz, necə yazmalısınız print-i? Print name value. Nöqtə values deyirsiniz. Əslində ehtiyac yoxdur. Yəni students bu şəkildə kvadrat mötərizədə name yazsaz, sizə nə verəcək? Leylanı qaytarmış olacaq, düzdür? Çünki dictionary-də deyirdik ki, dictionary-nin adını yazırdıq və hansı key-ni istəyiriksə o key-yə müraciət edirdik, bizə dəyərini qaytarırdı. İndi mən müraciət eləmək istəyirəm grades hissəsinə. Müraciət edirəm, baxın, mənə bu hissə qayıtdı, value hissəsi. İndi mənə nə lazımdır? Mənə lazımdır ki, grade hissəsində məzin balı, yəni riyaziyyatın balı, məz fənninin balını, yəni 90-ı. İndi sizcə bunu necə eləmək olar? Artıq grades-i tapmışam, bu nəticəm var. 90-ı necə ala bilərəm? O zaman elə printin elə içində də maths-ə də biz müraciət edirik. Bəli, həmçinin ikinci kvadrat açacağıq, kvadrat mötərizə. Burada yazacağıq ki, maths. Yəni student-un içində grades-ə müraciət elə, onun içində də maths-ə. Və bunda dırnaqda yazmalıyıq. Baxırıq nəticəyə, 90 nəticəsini almış oluruq. Bu qədər, belə rahat tapmaq olur elə. Çox sağ ol. Başqa sual var kimdəsə? Yazmısınız hamısını? Yoxdursa, onda gəlin praktikaya keçək. Bir dənə zəhmət olmasa chat hissəsində kim ki kompüterlə qoşulub mənə bildirsin, plus işarəsi atsaz. Göndərirəm, indi taskları sırayla başlayaq. Cəmi 3 nəfər kompüterlə qoşulub, başqa heç kim qoşulmayıb. Müəllimə, mən də Mac-də başqa bir Windows işləyib oradan işləyirəm, o da çətin olur. Belə paylaşmaq. Çox da olur. Ona görə qoşulamıram. Onda gəlin birinci plus atan kimi də Aysu xanım, siz paylaşa bilirsiniz, ekranı paylaşın. Aha, tamamdır. Chat hissəyə göndərdim, task 1-i götürərsiniz. Görsənir ekran? Bəli, görünür. Aydan xanım, yazmışsınız planşetdə var, amma ekran paylaşa bilirsinizsə olar, olmursa baxarıq indi kim ki paylaşa bilmir. Paylaşa bilirsinizsə onu da paylaşarsınız. Necə qaldırım? Verilmiş bütün hərflərin sayını tap.
Bütün hərflərini biz yazanda sadəcə sentence'in len yazsam verəcək mənə, yoxsa hamısının sözləri ayrı-ayrı çıxardım? Len yazsaz düzdür verəcək, amma sizə lazımdır hərflərin sayı. Ortada boş simvol da var. Onda Sizcə yaz- necə yaza bilərik ki, For, onları hesablamasın? for word, yox. For word in words. Sonra necə olar for ilə yazsaz? For metodu ilə, yəni for üsulu da var. Bir də string metodlarından bir üsul var. Necə yaza bilərsiniz? String metodlarla fikirləşin, nə etmək olar? Yəni boşluğu nə edə bilərik? Birinci konkat edin, birləşdirim, sonra çıxardım leni. Olar, bəli. Amma concatdən daha asan üsul var. Replace metodu seçmişik. Olar ki, replace ilə boşluğu bitişdirəsiz. Boşluq qoyaq, daha sonra bitişik şəkildə qoyaq ki, birləşdirsin. Əvvəlcə yazıq replace necə yazılır? Yazım yeni sentence hello word-dən, misal üçün özümdən bir dənə sentence hello, new sentence yazım. Bərabərdir sentence.replace və mötərizə içində də boşluğa dırnaq arası boşluq. Aha, düzdür. Tək dırnağı, yoxsa cüt dırnaq? Fərqi yoxdur. Pythonda ikisi də işləyir. İkincidə artıq boşluq buraxmayacaqsınız, bitişik şəkildə olsun dırnağın içi. Yəni demək istəyir ki, boşluq olmayan əvəz edin. İndi gəlin print eləyək, new sentence-ə baxaq, nə verir bizə nəticə. Sadəcə ekranı yuxarı qaldıra bilmirəm, anlaya bilmirəm. Yaxşısı odur, aşağıda bir neçə dənə sel əlavə edeyim, biraz aşağıya doğru. Yenilərini əlavə eləsəz. Belə eləyək. İndi alındı, hello world bitişdi. Daha sonra nə etməlisiniz? Hərflərin sayını tapmaq üçün. Daha sonra artıq mən bu new sentence-in lenin tapıram. Düzdür. Bunu bir dəfəlik print içində yazım, yoxsa ayrı-ayrı yazım? Onları yaza bilərsiniz elə birbaşa. Onda yazı print len verəcək bu mənə bunu. Bəli. Bu şəkildə verəcək. Yəni stringin uzunluğunu tapmaq istəyirsiniz və uzunluq 10 qayıtdı. Əvvəl eləsəydiniz 11 qayıdacaqdı, çünki boş simvolu da götürür. Bir də bayaq dediniz for ilə yazmaq olar. Forla sizdə necə şərt verə bilərik içindəki boşluğu nəzərə almaq? For hərf, char. For char, misal üçün sentence yazım. Yaza bilərsiniz aşağıdan. Mən birazdan kopya edim. Bizdə necə şərt verməliyik? If. Burada nəsə dəyişən yaratmaq lazımdır. Yox, dəyişən bəli lazımdır fordan kənarda. Nə üçün lazımdır? Sayı tapmaq üçün. Nə yazaq? Sayıda başlanğıc olaraq nə veririk? Count verək. Verək count bərabərdir 0-a. Bərabərdir 0. İçəridə indi foru hər dəfə for edəndə istəyirik ki, say bir dənə artsın. Yəni hər hərf, məsələn, birinci x hərfini görür, bir dənə artır, e-ni görür, bir dənə artır. Axırda sayı tapmış oluruq. Amma boşluq var. O şərti verməliyik ki, boşluğu hesablama, amma sayı artır. O şərt necə ola bilər? Nə yaza bilərik ki, boşluğu nəzərə almasın? Bir hərfləri oxuyacaq, düzdür? Gəlir h-ni oxuyur, e-ni oxuyur, l-ni, l-ni, o-nu. Boşluğa gələndə nə yaza bilərik? Hərflərimiz də tək-tək char adlanır. Char vermişik. Deyə bilərik ki, if char
Bərabər deyilsə boşluğa, Bərabər də nida, bərabər nida nida bərabər. Daha sonra dırnaqda boşluq yazaq. İçərisində boş qoyaq. Bu halda sayı 1 artıraq. Qoşa nöqtə qoyaq, aşağıdan yazaq. Count plus bərabər 1. Gəlin aşağıda print count verək, baxaq nəticəyə görək yenə 10 alınacaqmı? count vereyim. Bəli. Yoxlayaq. Baxırıq, yenə də 10 nəticəsini almış oluruq. Aydın oldu sizə niyə belə elədik şərtdə? Əlmə sözünüzü kəsirəm. Burada popdan istifadə edə bilərdik. Popdan necə istifadə eləmək istəyirsiniz? Boşluğa əsasən? Mən boşluğu silməyə görə istifadə etmək olardı. Boşluğa əsasən bir neçə boşluq ola bilər. Onda gərək tək-tək siləsiz. Onda olmayacaqdı. Popu indekslə etmək olur ümumiyyətlə. Popda bəli göstərmək olur. Yəni müəyyən bir hərf yazırsınız, içinə element yazırsınız, deyirsiniz onu silsin. Sadə pop yazsaz, içini boş qoysaz axırıncısını silir, amma içinə element yazsaz həmin elementi silir. Amma birdən sizin boşluğunuz çox ola bilər, onda pop işə yaramayacaq. Bir dənə olsa olar. Müəllim, bəs Excel-dəki kimi elə bir şeylər, elə bir funksiya var ki, ancaq hərfləri saysan boşluqları saymasın var. Belə Python elə bir şeydir. Bəli. Nədir o? Keçmişdik. Keçmişik. Bəli. Is alfa metodu var, onunla hesablaya bilərsiniz sayını. Sadəcə is alfa yoxsa forun içində is alfa yaza bilərik? Forun içində. Məsələn, elə if-dən sonra misal üçün yaza bilərik. Aha. Gəlin yazaq. Gəlin yazaq. Aşağıya əlavə edirsiniz. Burada da count lazımdır bizə. Elə count hissəsi qalsın. Sadəcə char hissəsi dəyişəcək. Ne yazmalısınız? Şey olduğu üçün, funksiya olduğu üçün is alfa düzdür. Düz yazım. Is alfa. Düzdür. Mərtəzə lazım idi. Bütün funksiyalar da olur. Və sayı da deyirik 1 artır. Yəni əgər hərfdirsə 1 artır. Amma simvol olursa artırmayacaq. Run eləyək baxaq. Yenə də 10 qayıtdı. İçində fərqli simvollar da olsaydı boşluqdan əlavə keçən dəfə baxmışdıq tire, ulduz kimi işarələr, onlar da heç birini götürmür. Hərf kimi qəbul eləmir. Belə hər yolu əsas bu üçüdür. Keçək digərinə. Siz bəs olar hələ ki, keçək kimə? Xalidə xanım, siz paylaşarsınız. Basküsü gönderdim, onu işleyersiniz. Buna keçən dəfə dictionary'ni izah edəndə biraz baxmışdıq. Ekranım görünür mü? Bəli, görünür. İkincini komment almayın, o hissə bizə lazımdır dictionary'də. Nə istənilir bizdən? Scores adında bir dictionary'miz var. İçində tələbələrin adlarıdır və ballarıdır. Bizə lazımdır ki, bütün tələbələrin qiymətlərinin, ballarının cəmini tapaq. Yəni 85 plus 90 plus 78. İkinci hissəyə müraciət eləmək üçün nə etməliyik? Yəni ballara. For ilə istifadə edir. Nədən? For ilə içinə daxil olmalıyıq. For bəli istifadə edəcəyik, amma metod var. Dictionary'də hansı metoddan istifadə eləməliyik ikinci hissəni götürmək üçün? İkinci hissənin adı nədir? Value. Onun üçün hansı metoddan istifadə edirik götürmək üçün onu? Başqa kim deyə bilər?
Elə values metodundan istifadə Aha, edəcəm. bəli, capda values metodunu. Və bəli, fordan da istifadə etməlisiniz. Values'u forun içində yazacaqsınız. Bizdən nə istənilir? Bütün qiymətlərin cəmi. Yenə bizə bayaq necə count 0 yazdıq. İndi məsələn total 0 yaza bilərsiniz başlanğıc olaraq. Bəli. Daha sonra for ilə daxil olaq dictionary'nin daxilinə. Value'ları götürmək üçün nə yazırıq? Düzdür. Cəmi necə tapa bilərik? Yox, şərtə ehtiyac yoxdur burada. Çünki demir neçə baldan yuxarıları qaytar, elə ümumiyyətlə topla deyir. Neylə toplamalıyıq totalı? Foru niyə yazdınız yuxarıda? Bəli, skorla toplamaq lazım. Aşağıda da print total verək. Baxaq nəticəyə. Bəli, düzdür. 253 nəticəsi alınmış olur. Birini də atımı siz işləyin. Task 2'ye atıram. Gönderdim satışa. Avtomatik translate oldu yayıncı. İngilizce sözlərə eyb yoxdur. Nə etməlisiniz? Qara rəngdəki deyil, translate verilmiş siyahıdakıdır. Yəni taska baxarsınız statistikadan. Burası sizə düşəndə translate oldu. Əslində belə deyil. Mən deyirəm, şərtə gedək baxaq. Listdə nələr var? 3 dənə söz var. Şərtimiz belə idi ki, verilmiş siyahıdakı bütün sözlərin uzunluqlarının cəmini tap. Yəni nə qədər ki söz var. Məsələn, deyək ki, birincidə 6 hərfli söz var, ikincidə 5, üçüncüdə 4. Onların ümumi cəmini tapmalısınız. 6 plus 5 plus 4. Uzunluqlarının cəmi. Necə tapa bilərsiniz? Birinci gərək uzunluğu tapasınız, düzdür, hərflərin, sözlərin ayrı-ayrı, daha sonra cəmlərini tapasınız. Bəli, lenindən də istifadə eləməlisiniz, daha sonra cəmdən. Yenə də bizə cəm lazımdırsa, gəlin əvvəldən total bərabərdir 0 yazaq. Sonra leniməz. Bəli. Sözlərə daxil olmalısınız. Yəni listin içinə. List yazsam olar. Söz yazsınız, yəni word yazsınız daha yaxşı olar. For word in. Sizdə indi translate olub sözlər də istəyirsiniz dəyişin words eləyin, ya saxlayın. Listin içinə daxil olduq. Sözləri tək-tək götürürük. Bizə nə lazımdır? Sözün içindəki hərflərin sayının cəmini tapmaq. İndi gərək siz for word yazdığınızda da word'un uzunluqlarını tapasınız. Uzunluğu necə tapırıq? Bəli, len word yazmalısınız. Onu da toplamalısınız totalınızla. Orada yazmırsınız, orada hələ tək-tək tapırıq. Aşağıda, fordan aşağıda bəli yazırıq. Elə birbaşa yaza bilərsiniz. Total plus bərabər len word. Yəni sözlərin uzunluqları ilə topla totalı. Bu nə edəcək? İlk başda total 0'dır. Gedəcək birinci sözün uzunluğunu tapacaq. Computer sözünün deyək ki, neçədir? 8'dir. 8. Sonra ikinci dəfə for fırlanır algoritm. Deyək ki, o 6'dır. 8 plus 6. Daha sonra məlumatı da üzərinə gəlir. Üçünün cəmini qaytarmış olur. Print total yazsaz.
Düzgündür. Sonra keçək sıradakı Nazim bəy, siz paylaşarsınız ekranı. Bir dəqiqə paylaşım. Peki göndərirəm taskı. Göndərdim. Görünür mənimə. Bəli, görünür. Sanki. Task 10'u götürərsiniz. Dəqiqə. Şimdi İki dənə set verilib, ortaq olan hissə lazımdır bizə. Nəticədə qaytarmışıq, algoritm qayıtmalıdır. Bunun üçün setin hansı metodundan istifadə edirdik? bizdə taskada vardı belə bir tapşırıq. Mən bunu biraz başqa cür yazmışam əslində. Yazdım elə öz metodum olar. Olur, bəli. Yazın baxaq. Eyni şey qaytar. İzah edə bilərsiniz, niyə belə yazdınız? Okay. Birincisi mən nümunə kimi birini götürdüm. Setlərdən birini daha plan çıxartdım. Set 1-i məsələn. Set 1-ə daxil oldum çünki zaten siyahı şəklindədirlər. Daxil oldum, set 1-in hər bir i ilə hər bir elementin yoxlayıram. Və daha sonra if-də verirəm ki, əgər həmin bu set 1-də götürdüyüm hər hansı bir element set 2-də varsa, onu print eləsin. Bəli. Ən sonunda cavab alqoritmi. Yəni nə qədər olsa o qədərini print eləyəcəkdir zaten. Düzdür. Yaxşı üsuldur bu da. Bəs set metodundan hansıydı? Yadınızda qalıb hansı metodu idi? Ortaqları tapmaq Bunu üçün. əslində yazmağa çalışdım, sonra gördüm çox belə şeydir. Yəni bu fikirləşdim çətin gəlir, çox baxmadım başa. Əslində metodda elə intersection metodu var, SQL-də də var bu metod. Ortaqları tapmaq üçün. Necə yazılır? Set 1 nöqtə intersection set 2 yazırıq. İstəyirsiniz o həll yolunu da yazın. Bir də yazmama zəhmət olmasa. Elə birbaşa istəyirsiniz printə yazın. Printdə set 1 nöqtə intersection mötərizədə set 2 yazılacaq. Intersection set 2. Bəli. Bu halda da algoritm verir. Amma sizin yazdığınız həll yolu da maraqlıdır, düzgündür. Keçək bir dənisində siz yazarsınız, task 15-i göndərdim. Kimin sualı olarsa həll yolları ilə bağlı səs açıb verə bilərsiniz. Bunu yazamayacağım deyəsən bir dəqiqə. Nə istəyir bizdən? Cümlədəki bütün rəqəmləri sil. Yəni hərf olan hissə. Bayaq diqqət elədiksə iz alfa yazdıq. İndi bizdən bəli. Onda bir dəqiqə bunu da şey deyim oldu. Bir dəqiqə. Forla başlamalıyam da. Bəli. Çünki tək-tək müraciət eləyək hərflərə. Demə mənim satmadım. String olduğu üçün dırnaqda yazaq. Dırnaqda yazılmalıdır.
Oldu Aydan xanım. İndi mən paylaşıram. Siz deyirsiniz, mən yazaram. Mənim ekranımda baxarıq. Kimci kompüterlə qoşulmayıb. Mən forward in alfa olacaq da. Bəli. In alfa yox. O, birinci Word-ün içinə daxil olursunuz. For char məsələn yazın, tək-tək hərfləri götürürük. Forward. Sonra şərt verməlisiniz ki, nə vaxt ki hərfdir, onları qaytarsın. If in In alfa deyil, iz alfa. iz alfa. Bəli. Və if char yazılır. Char nöqtə iz alfa. Funksiyanı işlətməmişəm mən. Word. Ən axırda print. Amma siz nə etməlisiniz? Belə versiniz qaytarmaz. Siz boş bir string yaratmalısınız. Artıq hərfləri oraya əlavə eləməlisiniz. Boş stringi harda yaratmalıyıq? Word'un altında deyək. Bəli, fordan yuxarıda. Məsələn, result qoyaq adını. Bərabər edirik dırnaqda boş nəticəyə. İndi şərtin içində nə yazmalısınız? Əgər char iz alfadırsa, Demək, char iz alfanı resultun içinə əlavə edirik. Burada add funksiyası istifadə olunacaqdır. stringi əslində plusla, yəni toplama ilə əlavə eləmək olur. Ona görə yazacaqsınız ki, result plus bərabər chara. Char nöqtə iz alfaya ehtiyac yoxdur. Artıq deyirik char iz alfadırsa result plus char. Sadəcə siz if-dən sonra qoşa nöqtə qoymadınız. Sonunda qoşa nöqtə resultı da düz yerdən tab eləyərsiniz. Yox, şey yox. Məncə yuxarı qaldırın, enterə klikləyin o result hissədə. Axırıncı sətr result plus bərabər çarı. Geriyə çox eləyin, yəni yuxarı qalxsın, enter düyməsinə basarsınız sonra. Yox, yenə eləmədim. Burada yazılışını səhvləmişəm. Bəlkə print sözü yazılmayıb, yoxsa? Bəli, print yazılmayıb, amma error vermə səbəbi nəsə başqa səhvdə var. Print olmayanda heç error verməməli idim. İşte səhvləmişəm nəyəsə. If char nöqtə iz alfa. İçinə Word yazmışsınız, diqqət eləməmişik. Word yazmağa ehtiyac yoxdur. Yəni iz alfanın içinə boş saxlanır. Bəli. Bu cür. Bəli. Print eləyim, baxaq. Baxırıq, hərflərimiz sadəcə 6 dənə hərf idi, düzgün şəkildə çıxıb. Başa. Bəs bunu, bir də iz digit metodumuz var, rəqəmləri qaytaran. Onunla necə yazmaq olar? Bizə deyilsə ki, iz digitlə yazın bu şərti, hərflər qayıtsın. Yəqin charın yerinə izləyiciklə yazacaqdıq da. Onda amma rəqəmləri qayıdacaq, düzdür. Bunu kopyalayıb aşağı ata bilərsiniz. İz digit yazıb run eləyək, baxaq. Digital sözündən. Yox. D-I-C-I-T. İdən sonra T sadəcə. D-I-C. T. Sonunda T hərfi. Chat hissəyə göndərim. Gəlmədi mesaj. Hayır. Göndərdim əslində, çatdırılmadı kimi görünür. Nəsə problem var.
Gəlmir chatdan mesaj. T-ni silin, i və t yazın sonda. Gəldi bir dəqiqə. Qaytar. Ha, rəqəmlər. Amma indi izləyicətlə yazıb necə eləyə bilərik ki, hərflər qayıtsın? Burada bir dənə də if verə bilərik daxildə. Yox. Yox. Not is digit. Bəli, Düz düzdür. dediyim. Bəli, düz deyirsiniz. If-dən sonra not yazsaz, İfdən sonra. bəli. Yəni tam əksini qaytarsın. Çar mötərizə daxilində olmalıdır ya yox? Yox, elə bir ucur yaza bilərsiniz. If not, char is digit. Baxırıq, hərflər qayıtmış olur. Yəni rəqəm olmayanları qaytar demək istəyirik. Düzdür. Keçək. Başqa kompüterlə qoşula bilən var idi, yox idi yoxsa? Aydan xanım, sizdən onda alınmayacaq, düzdür? Mən proqramı yazılır, RAM vermir. Yaxşı, onda paylaşım kim ki kompüterlə qoşula bilmir, bir-bir deyərsiz, mən yazarım. Hamı işləmiş olsun. Aydan xanım, elə siz deyərsiz. Hansını yazaq? Yəni bunu yazaq. Bunu əslində məncə keçən dərsdə yazmışdıq, maraqlı tapşırıqda. Belə bir dictionary'niz var. Value'ların, yəni balların orta qiymətini tapmalısınız. Necə eləmək olar bunu? Orada scores, value, indeksdən 0, 1, 2 götürür, yox necə? Yox, indekslə götürməyək, çünki ola bilər sayı çox olsun. Birinci fikirləşək, orta qiyməti nə deməkdir? Hamısını toplayıb yarıya bölürük. Sayına bölürük. Bəli, sayına bölürük. Yəni samını, cəmini, say nədir? Leninə, uzunluğuna bölməlisiniz. Birinci gəlin samını tapaq, daha sonra da lenini tapaq. Samı necə tapa bilərik? Bayaq işləmişdik bunu. Balların cəmini necə tapdıq? Total bərabər 0. Yox, əslində ehtiyac yoxdur total 0-a. Amma yox, elə də yazmaq olar. Qısa yolu da var, yazaq totalda yaxşı. Total bərabərdir 0. Sonra for, məsələn, score, in scores. Bir dəqiqə yazıram. Bəli, for. Score, in scores yaz. O da 2 nöqtə. Aşağıdan da if hissət qoyaq, values. If nə? If values. Values'u burada yazmırıq. Harada yazırıq? Bu hissədə. Aha. Ki bizə value'larını çıxarsın. Yazırıq scores nöqtə values. Və gəlin əvvəlcə print score edib baxaq. Baxırıq, ballar çıxır. İndi qaldı bunları toplamaq. Necə toplayırıq? Aşağıdan total bərabərdir. Total üstə gəlib bərabərdir. Score. Bəli. Bu şəkildə biz cəmini tapmış olduq. Baxırıq nəticəyə. Cəm qayıtdı. İndi biz orta qiyməti tapmalıyıq. Lazımdır bizə cəmi sayına bölək. Sayı necə tapa bilərik? Lenlə. Bəli, limit olar. Bəli, count olar. Gəlin istəyirsiniz count-la yazaq. Yazırıq count bərabərdir 0. Bu hissədə nə yazmalıyım? O da count bərabərdir. Count üstə gəlsin. Value. Bəli, yox 1. Yəni hər dəfə bal gördükcə sayı 1 artır. Və gəlin sayıya da baxaq ayrıca. Print count 3 verdi. Düzgün şəkildə qaytardı. Qaldı nəyi tapmaq? Ortalamaq. Necə tapacaq? O da total bölünsün count'u da. Bəli. Print average veririk. 85 şəklində qayıtmış oldu. Düzdür. Sonra qoşulanlardan kim ki paylaşa bilmir baxaq. Azər bəy, siz deyə bilərsiniz, yazaq.
Gülüş xanım. Kim səsi aça bilirsə, heç olmasa çatdan plus işarəsi qoysun və ya səsini açsın desin ki, mən səsi aça bilirəm, mən bilim. Kompüteri olmayanlardan, amma səsi aça bilənlərdən. Heç kimdə alınmır. Gəlin bunu yazaq, maraqlıdır bu. Olmursa, onda gəlin birinci Aysu xanım sizinlə davam edək. Statistiyaya göndərdim task 23. Siz paylaşarsınız ekranı. Tamamdır. Mən ekranımı görsənirəm açıqam. Bəli, görünür. Burada Neynəməlisiniz burada? Bütün açarları, açar hansı hissədir? açar bizdə keylər, adlardır, name, age, bir də city'dir. O hissəni listdə göstərməlisiniz. Onun üçün necə yaza bilərik? Burada list yazsam mümkündür, yoxsa? Onlar list yazacaq, amma keyləri, açarları görmək üçün hansı metoddan istifadə edirik? Print, key, list funksiyasından istifadə edirik. Yox, listdən istifadə edəcəyik ki, listə gətirək. Sadəcə metod hansıdır keyləri görmək üçün. Məsələn, həm keyini, həm value-nu görmək üçün nə yazdıq? Orada da yine forla daxil olur. Forla. Data.key yazacaq. Bəli, forla da daxili olmaq olar. Keçən dəfə göstərdim, forsuz da yazmaq olurdu. Dərsdə baxdıqca forsuz yazaq. Elə birbaşa printin içində yazın ki, data.keys. S-lə Bəli, S-lə və mötərizədir. Sonra funksiyadır deyə. Baxaq nəticəyə. Yadınızdadır, bu şəkildə qayıdırdı nəticə bizdə. Neynəməliyik ki, list formatında görək? biz burada da list əlavə edirik. Yəni, qarşısına list əlavə edirik. Yəni, data.keys'in əvvəlinə list yazaq. Bəli, bu şəkildə list formatında gördük. Bir də Xalidə xanım dedi deyəsən düzdür. For ilə də yazmaq olur, düzgündür. For ilə birbaşa yazacaqsınız. Bayaq kimi dict.keys qayıtmır. Necə yaza bilərsiniz forla? Bunu kopyalayayım. Necə ki, bayaq values hissəsini götürmüşdük. İndi for ilə keys hissəsini götürməliyik. For key in data. Okay, in data. Ve burada print case. Bəli, yenə də data.keys yazmalısınız. Yox, elə yuxarıda data.keys yazırsınız. Case. Mötərizələr açılır, bağlanır və printə artıq nəyi verməlisiniz? Case'ləri. Keyləri. Fordan sonra yazdığınızı. Ki, tək-tək görə biləsiniz. Onu da düzgün yerdə yazın. Fordan sonra qoşa nöqtə qoyun. Printi də düzgün yerdə yazaq. Run-eləyə baxaq. Bu şəkildə qayıdır. Sonra, amma siz bunu neynəməlisiniz? Listə salmalısınız. O zaman yine print'te list yazırıq.
Siz də yazsaz qaydar elə. Yazın baxın elə qaydırıq. Hərflər. Çünki niyə hərf eləyir? Hər sözü siz artıq listələdiniz. Neyimi bir listələdiniz. Alt-alta olur axı for. O da list verdiyimiz üçün hərf bölür içində. Necə Bəlkə eləyə bilərik? burada S yazaq, S yazsaq verəcək. Yox. Yuxarıdakı qarşısına yazmalıyıq. Necə Xəldə xanım? Formdan sonradakı list yazmalıyıq. Yox, orada da yazmırıq. Əslində burada list metodu istifadə eləmirik. Başqa həll yolu var. Listi silin, bir də run eləyin, baxaq necə aldıq nəticəsini. Boş list yaradaq, sonra əlavə edək. Aha, bəli, düzdür, həll yolu var. Bəli. Okay. Burada Bu isə düzdür qoşunuqda. Boş listi fordan kənarda yaradaq. Yuxarıda. yazaq keylist. Boş list necə yaranır? Siz tuple yaratdınız. Keylist nokta append şeyləri bir-bir əlavə edək də listə. Bəli, düzdür. Sözləri yəni. Aşağıdakı printi də silək. Bunu da ehtiyac yoxdur 2 nöqtə. Print yazıram. Printi qıraqdan yazmaq istəyirsiniz. Print keylist. Verəcəyəm mi belə? Belə verər, yox. Bəli, fordan kənarda olmadı. Run eləyə baxaq. Baxırıq, eyni nəticəni aldıq. Düzdür. Xəldə xanım, siz paylaşarsınız ekranı. Bir dəqiqə. Göndərdim chat hissəyə. Task 32. Səksəndən aşağı olanları sil o deməkdir ki, yəni 80-dən yuxarı nəticələri çıxaran bir dictionary olsun. Yəni dictionary'mizin içində qalmalıdır 85 və 90 nəticələri və 70 nəticəsi olmasın. Fikirləşinizi yaza bilərik. Neydən? Səsiniz yaxşı gəlmir. İflə. İflə yaza bilərik, bəli. İfdən amma əvvəl nə işlətməlisiniz? İflə yazacaqsınız ki, 80-dən yuxarılar, düzdür. Şərt verəcəksiniz. Amma gəlin fikirləşək. Silmə, yəni dictionary'də silmə əməliyyatı elə yoxdur, 80-dən yuxarını sil kimi. Ona görə biz nə etməliyik? Boş bir dictionary yaradaq. Ora əlavə edək 80-dən yuxarıları. Necə ki, listə eləyirdik. Məsələn, deyirdi, ondan böyükləri yeni bir listə əlavə et. Biz də boş bir dictionary yaradaq, 80-dən böyükləri ora əlavə edərik. Boş bir dictionary necə yaradılır? Keçən dəfə keçmişdik. Listləri yaratılması yazılır. Yox, məsələn, boş listi necə yaradırsınız? New list bərabərdir. Aha, yazın indi məsələn new dictionary və new scores. Yuxarıda scores adı var. Bərabər olsun nəyə? Boş dictionary. Boş dictionary necə olur? Bəli, bu şəkildə dalğalı mötərizə. Bəs
keçən dəfə demişdim, kimin yadındadırsam, set də dalğalı mötərizədə dictionary-də. Sizcə boş set necə yaradılırdı? Kimin yadında qalıb? Boş seti necə yaradırdıq? Bir set yazılır, adi mötərizələr qoyulur. Bəli, düzdür. Aha, indi davam edək. Boş dictionary yaratdınız. 80-dən aşağı, 80-dən yuxarı olanları bura əlavə eləməlisiniz. Bunun üçün sizə nə lazımdır? 80-dən yuxarı olan, yəni value olan hissələri tapmaq. Necə müraciət eləyə bilərsiniz ora? Həmçinin sizə ad hissələr də lazım olacaq. Ona görə həm key-yə, həm value-yə müraciət edin. Yəni for key virgül value yazaq. İyi yazmaq olacaq. Bir yerdə yox, bir yerdə yoxdur. İkisinin bir yerdə işləndiyi metod var. Hansıdır? Keys var, values var. Items deyil. Items. For elədik. İndi şərt verməlisiniz ki, 80-dən yuxarılar. Neyim yazıb sonra belə bir şart gözləyim. Nə yazıb? Neyim? Bəli, adlar, adını. Onu nəticədə verirdik. Şərtdə ehtiyac yoxdur. Elə şərtdə yaza bilərsiniz. If value böyükdür, böyük bərabərdirsə 80-dən. Bu halda nə etməlisiniz? Böyükdürsə 80-dən artıq bu yeni dictionary-nizə əlavə etməlisiniz. Yeni dictionary-nizin də adı nədir? New Scores. New Scores. Və kvadrat mötərizədə yazırsınız ki, nələrinə əlavə olunsun? Keylərinə əlavə olunsun. Çünki for key yazmısınız yuxarıda name hissəsinə. New Scores'un key'i bərabər olsun. Mötərizəni bağlayın. Bərabərdir value. Bura istəsiniz daha yaxşı adlar versəz, daha başa düşülən olar. Yəni for key value-nun yerinə yazaq for name bir də score. Yəni name bizim key'imizi bildirir, value isə skorumuzu bildirir. Və gəlirik aşağıda new scores key'nin yerinə name yazırıq. Value-nun yerinə də score yazırıq. Niyə belə yazırıq? Keçən dərs buna baxmışdıq. Yəni deyirik ki, yeni dictionary-nin name'lər olan, key'lər olan hissəsinə key-yə də name vermişik. Bərabər elə skora, 80-dən böyüklərə. Baxaq nəticəyə indi. Valid syntax. Orada da problemimiz. New scores yazın printdə. Bir də task 32 yuxarıda ən birinci sətri komment alarsınız. Kommentdə deyil deyə. Neyimi tanımır böyük ehtimalla. Biz burada value yazmışıq. Name value is not defined. Name'in yerinə başqa söz yazaq. Ola bilər name'i götürmür. N yazın, məsələn, N hərfi ilə yazın, yoxlayaq görək. Səhvimiz oradadırmı? Aşağıdakında dəyişin. New scores name yazmışsınız. Value is not defined. Niyə belə olur? Çünki şərtə if value yazmışsınız. Skorda işləyək, ora diqqət eləmədik. Adını skor elədik artıq. Onda name'lik problem yoxdur. Name'i düzəldə bilərsən. Qayıtdı. Name'i də düzəldin. N hərfi çox başa düşülən olmur. Eləyək birdən. Düzəldi. Baxırıq artıq vəli 70 nəticəsi silinmiş oldu. Bizdən də istənilən oydu. 80-dən yuxarılar qayıtsın. Yəni bunu eləmək üçün mütləq şəkildə yeni dictionary yaradılmalıdır. Yaradılmadan olmur. Aydındır bu tapşırıq almaya. Aydındır. Oldu. Nazim Bey siz paylaşarsınız ekranı. Bir dəqiqə mən paylaşıram.
Görünür. Bəli, görünür. Bir dəqiqə göndərirəm, tapşırırım. Gönderdim. Task 37. Ne istənilir bizdən? Cümlədəki bütün sözlərin ilk hərfini böyük etməlisiniz. Lakin tam böyük hərflə yazılmış sözlərə toxunmamalısınız. Yəni bütün hamısı böyükdürsə onlara toxunmuruq, amma qarışıq şəkildə yazılanlar varsa onların sadəcə ilk hərfini böyük eləməlisiniz. Burada kapitalizdan istifadə edirik, yox heç. Düz. Sözlərə bir-birimizə müraciət edə bilərik. Necə? Nə ilə? Forla. Bəli, eləyə bilərsiniz. Orada müraciət eləyə bilərsiniz, amma müraciət eləyəndə sentensin içində istəyirsiniz print word eləyin, baxın nəticə nə görünəcək. Mən demədən özünüz baxın. Yəni söz oxumayacaq. String olduğu üçün hərf alt-alta olacaq. Ona görə siz bunu eləməlisiniz. Söz oxumaq üçün. Stringdir, nəyisə vermək lazımdır sentensə. Listə. Bəli, listin içində sözləri tək-tək element kimi göstərməlisiniz. Fordan çevirmək lazımdır. Bəli, onu fordan əvvəl eləyəcəksiniz, daha sonra fordan istifadə eləyəcək. Listə çevirmək üçün hansı metoddan istifadə edirik? Sentens bərabərli sentens eləmək olar. Yox. Yox. Split funksiyası nə? Bəli, split. Məsələn, adını words qoyun, nə istəyirsiniz qoyun, new sentence. Split necə yazılır? Burada dediyimiz kimi. Yox, elə yox, yəni sentence.split yazılır. Birinci stringin adı, daha sonra funksiya. Bəli, boşluğa görədir deyə splitin içinə heç nə yazmırıq. Print new sentence eləyə baxaq nəticəyə. Orada yox, kənarda. Oradan yuxarıda. Aşağıda da komment alaq elə ki. Print new sentences yox, sentence. Axırda isə olmur. İstədiyimiz kimi sıralandı elementlərimiz listin içində. İndi artıq for ilə tək-tək müraciət eləyə bilərsiniz. In sentence yox, in new sentence yazırsınız. Şərtimiz necə olmalıdır? Birinci, baxaq, ilk hərfi böyük etmək üçün hansı metodumuz var? Capitalize. Yəni, capitalize eləməlisiniz. Amma dəqiqə yazmaq olar mı? If capitalize word bərabərdirsə elə word'un özünə bir dənə yazımda olar, yazım göstərim. Yazım, amma elə yazılır, word.capitalize yazılır. Bir dəqiqə. Benim yanındayım. Siz nə yazmırsınız, boş saxlayırsınız. Mən başa düşdüm, siz nə demək istəyirsiniz? İstəyirsiniz ki, sözlərin
Prosta Yəni demək istəyirsiniz ki, hansılar ki kapitalizdir, bəli, onları saxla. Amma bizdən onu istəmir axı. Bizdən istəyir ki, hansılar ki bütün böyükdür, onlara toxunma, onlara eləməyəcək, kapitalizm böyük qalacaq. Amma hansılar ki qarışıqdır, deyək ki, hamısı kiçikdir və qarışıq içində bəzi hərflər kiçik, bəzi böyük, onları kapitalize elə. Ona görə nə yazmalısınız? Birinci verməlisiniz ki, əgər hamısı böyükdürsə, hamısı böyükdürün funksiyası hansı idi, metodu? Hamısı böyük eləmək üçün. upper. Bəli, is upper yazırıq. Upper da böyütmək üçün sadəcə indi şərt veririk, ona görə is yazılır, is upper. Necə ki, is alfa, is digit yazırdıq onun kimi. Bəli, is upper. Mötərizəni bağlayırıq, açıb bağlayırıq. Qoşa nöqtə. Aşağıda nə yazacaq? Artıq biz bu sözləri yeni listə əlavə eləməliyik. Ona görə gəlin fordan yuxarıda bir yeni list yaradın. Parantez silinəm durursan, zaten lazım deyil. Təzə nə yazdım dəqiqəm? Result olsun məsələn. Boş bir list. İndi nə etməlisiniz? Əgər hamısı böyükdürsə, bu halda deyirik ki, sözlər olduğu kimi əlavə olunsun, yəni böyük halı ilə kapitalize eləmə. If word super. Əlavə eləyim də resultun içində. Bəli. Okay. Yox, word append result olur da. Düz result append word yazırsınız. Yəni nədir bu şərt? Deyirik ki, hamısı böyükdürsə içindəki hərflərin bu halda boş listə elə böyük halı ilə əlavə et. Bir də qaldı digər halda, yəni else halında. Else halında nə etməlisiniz? Word.capitalize. Düzdür. Amma əvvəlinə result.append. Yenə də əlavə edirsiniz boş listə. Ən sonunda Bəli, resultun nəticəsinə baxaq. Capitalize'dan sonra mötərizə qoyulmur 2 dənə. Kapitalize metodundan sonra yox. Yox, Açıb bağlamamız. Onu silin. Kapitalizm içində kapitalize'dan sonra, E hərfindən sonra yəni. Mötərizəni açıb bağlayın. okey, başa düşdüm. Bir dənə də bağlayın. Append'ın mötərizəsidir digəri. Bəli. Bildim. Baxırıq, nə baş verdi görək. Məsələn, baxırıq sentence ən yuxarı. Python hamısı kiçik idi. Hamısı kiçik olduğu üçün else halını işlədi. Birinci hərfi böyütdü, kapitalize etdi. Amma SQL-də hamısı böyük idi. Bu halda if halını eləyir. Yəni böyük olaraq da saxlayır, toxunmur. Power BI buna ayrı-ayrı boşluq var. Onca ayrı-ayrı götürüb. Power-də hamısı kiçik idi. İlk hərfi kapitalize etdi. BI-də də həmçinin. Excel-də isə SQL kimi böyük olduğu üçün if şərtini yoxladı. Yəni else halına keçmədi. Aydındır. Bəli. Yəqin ki, hamıya aydındır. Bu qədər bəs olar bu günlük. Praktika çox idi. 5-ci gündə praktika ilə davam eləyərik. Gələn 3-cü gündən yeni dərs keçərik. Başqa sualınız yoxdursa, bəs olar bir günlük. Yoxdur. Sağ olun, gecəniz xeyrə. Sağ olun. Sağ ol. Sağ olun mənim.